Salam dostlar, sizi Fatmaydan salamlayıram. Anam Göyçaylıdır, ona görə də bizim bağda nar ağacı olmasın olmazdı. Biz noyabrdan tez narı kəsmirik, amma ki bu kəşfiyyat idi, belə deyək. Amma bugünkü mövzumuz nar deyil təbii ki dostlar. Bugünkü mövzumuz Kia Sorento, yəni Azərbaycanda, Bakıda sayılan, seçilən maşındır, çox sayda. Ona görə də bizdə də maşın varkən sıfırdan istədim sizə bugün bunun incələməsini eləyim. 14-cü ilin istehsalıdır, 15-ci ildə salondan alınıb. Rəsmi distributor satdığı ən son 3 maşından biri olub bu. O vaxtdan da bir əldə olub, ancaq servizdə qulluq olunub. Bunun üstün və zəif yerlərinə indi sizlə baxacağıq. Dostlar, standart burada satılan maşındır, sadə mühərrikdir, 2-4 mühərrik, 4 silindir, sadə daxili alışma mühərrikidir də. 4 çəkərdir. Bir də ki, maksimal komplektasiyadan biraz aşağıdır. Yeganə fərqi bunda start-stop düyməsi yoxdur. Qalan bütün funksiyaları maksimal komplektasiya aiddir. Dostlar, maşın dəri salonla təchiz olunub. Buna baxmayaraq, atam onun üstündən bir dənə dəri keçirdib. Köhnə adamlar maşın qədrini bilən olur. 3 sıralıdır bunun versiyası. Bunu da seçəndə atam fikirləşirdi ki, 3 sıralı maşın lazımdır, prinsipialdır. Amma sonra illər sonra 10 il ərzində göründü ki, 2 dəfə cəmi istifadə olunub. Amma bagajdan tez-tez istifadə edirsinizsə, o sizin bagajınızın həcmini nə qədər kiçildir. Bir də götür-qoy eləmək lazımdır ki, dəqiq 3 sıralı maşın sizə lazımdır, yoxsa 2 sıralı bəsdir. Bunun bugünə yürüyüşü, deməli 10 il ərzində 86.000 yürüyüş eləyib maşın. Alverçilər demişkən müəllim maşındır. Buna rəng dəyməyib, usta dəyməyib, çəkic dəyməyib, belə deyək. Əyləc qəlblər dəyişib, yağ filtrlər, bir də ön şüşə. Ön şüşənin də necə qırıldığını heç başa düşmədik, nə dəydisə. Xırda bir şeydən sındı şüşə, uzana çat getməyə başladı. Ümumiyyətlə fikir vermişsə, İndiki maşınların şüşəsi çox mülayimdir, çox yumuşaqdır. Xırda bir daş dəyər və yaxud maşın bardura vururlar, konstruksiya tərpənən kimi şüşə partladı. Onun da əslində dostlar səbəbi var. O da təhlükəsi ilə bağlı bugünkü normalara uyğun şüşəni yumuşaq istehsal edirlər. Dostlar, maşının salonu gördüyünüz kimi zavoddan çıxan vəziyyətdədir. Yeganə 2 il əvvəl, artıq 8 il idi artıq, sükanın dərsi aşılandı, artıq yararsız vəziyyətə düşürdü. Bu onda 2 il əvvəl usta tikib, onu da kim bilmirsə bizim sükan ustası var, ona baxa bilərlər o seriyadan. Bir də monitor, öz monitorun taçı xarab oldu. 2 il əvvəl Android monitor qoyduq. Yerdə qalan hər şey zavoddan necə çıxıb o vəziyyətdədir. Salon barədə ətraflı danışmağa belə bir ehtiyac yoxdur. Bunun yəqin incələmə videoları çoxdur. Sadəcə bu sıfırdan bizdə olub. Mən necə deyərlər, cikinə-bikinə bələdəm. Ona görə bu barədə ətraflı danışa bilərəm. Dostlar, yeganə bunun xoşuma gəlməyən iş o idi ki, təkər diskləri 18 idi, maraqsız görünürdü. Ona görə daha yeni Sorento'nun təkər disklərini bura qoydum. Belə daha maraqlı görünür mənə görə. Kapotu gördüyünüz kimi 2 dənə pnevma saxlayır. Bunun sağ əli Toyota'nın başına. Mühərrik gördüyünüz kimi ən sadə daxili alışma mühərrikidir, belə deyək. Bunda turbo yoxdur, kompresor yoxdur, bir dəfəlik püskürtmə yanacağı sistemləri, belə çətin sistemlər yoxdur. Onun da səbəbi odur ki, dostlar, bizdə yanacağın keyfiyyəti aşağıdır, təəssüf ki. Avropa standartlarına uyğun deyil. Ümumiyyətlə tək Sorento'ya aid deyil dostlar. Cənubi Koreya avtomobil sənayesi nə istehsal edirsə, Kia'dır, Hyundai'də əsasən, nəzərə almaq lazımdır ki, əgər ikinci əl bazarda maşın axtarırsınızsa, məndən sizə məsləhət, çalışın rəsmi dilerdə Azərbaycanda satılmış, buranın bazarı üçün gəlmiş maşın almağa çalışın. Bəzən elan saytlarında deyirlər ki, maşın burada sürülməyib, Almaniyada sürülüb və yaxud Amerikada sürülüb. Əslində dostlar, bu yaxşı göstərici deyil. Kaş elə maşın burada sürürlər, çünki zavoddan artıq
o təyinatla gəlir. İkinci bir çətinlik odur ki, dostlar, bunun Kia, Hyundai rəsmi distributor öz ustalarını göndərir Cənubi Koreyada, Kian zavodunda. Onlar praktika keçirlər. Bu maşınların üstündə onlara hər şeyi başı salırlar, öyrədirlər. Amma digər maşınları onlara göstərmirlər, çünki buranın bazarı üçün bu maşın nəzərdə tutulub. Bu da o deməkdir ki, gecə-gündüz maşında nə xarab olmağından asılı olmayaraq, bunun ustası da, ehtiyat hissəsi də rəsmi dilerin xabında var. Deməli dostlar, bunda sport rejim yoxdur. Ekonom rejim var. Ekonom rejimdə 12 litr benzin yandırır. Mən nadir hallarda lazım olur götürürəm bu maşını, o ekonu söndürürəm. 1 litr fərq eləyir. Bir balaca zirəng olur da onda yəni ki. Sonra 4x4 bu maşınlarda dostlar şərtidir. Yəni 4x4 gördüyünüz kimi çimərlikdə və yaxud qarda palçıqdarsa maşın batıbsa 4-ünü də qoşub çıxardır maşın. Amma vəziyyətdən çıxıb yola düzələn kimi maşına siqnal gedir ki, hər şey qaydasındadır, ayır 4-ün. Bir çox maşınlar var ki, o 4x4 məsəl üçün daimi də saxlamaq olar. Ona görə bu maşınlarda mən hesab edirəm o şərtidir. Amma yenə də təbii ki, bizim klimatda elə o lazımdır ki, o moment vəziyyətdən çıxartsın. Yağ sərfiyyatını sizə təəssüf ki, deyə bilməyəcəm. Çünki yağ bunda kilometrlə yox, tarixlə dəyişir. Son 5 ili bu maşın o qədər az sürülür ki, ildə 2000-3000 təxminən. Ona görə ildə müəyyən tarixdə, ildə bir dəfə o motora tökülmüş yağ boşaldılır. Demək olar o rəngdə, o qədərdə. Ona görə onun azalmağını bilmək mümkün deyil. 4 litr yağ gedir mühərrikə. Dostlar, çox maraqlıdır ki, deməli, istehsal tarixinin 10 ilin tamamında bir gün səhər durduq ki, akkumulyator əvəzinə hesab elə kərpicdə. Heç bir reaksiya yoxdur. 10 ilin tamamında akkumulyator deyir ki, xoşça qalın, sağ olun. 10 ildən sonra akkumulyator dəyişdi. Mən sizi dostlar, rəqəmlərlə yormaq istəmirəm də. Bu maşın təzə maşın deyil, buna nəyincə eləmə. Hər şey artıq məlumdur. Sadəcə bu istifadəçinin rəyidir. Həmişəki kimi hər şey gəlir, çıxır, imkana bağlanır. İkinci əl bazarda əgər bu maşını axtarırsınızsa, mən deyərdim ki, restylinqini alın. Çünki özünə hörmət eləyən şirkət kimi Kia'da ilk illərin maşınlarında çatışmayan cəhətləri sonradan aradan qaldırdı. İlk illərin maşınlarında uşaq xəstəlikləri vardı. Birincisi, ön askını çox kötü kimi eləmişdilər, çox sərt idi. Sarenta 1 ilə müqayisə eləsək, Sarenta 1 Prado ilə müqayisə olunmalı maşında, ramalı. Onunla müqayisədə ikinci seriya çox sərt idi. Restylingdən sonra artıq ön askı McPherson'dır. Ondan əlavə 85 mində bunun amortizatorları yavaş-yavaş başladı bərkiməyə, sıradan çıxmağa. Onun da amortizatorların bir həftə əvvəl düzəltdirdim. Bir dənə amortizator ustam var, öz işin professordur. Mən 15 ildir bütün maşınlarımı onun yanına aparıram. Mercedes'i gələn sayımızda aparacağıq o ustanın yanına, sizə də tanış eləyəcəm bu arada. Dostlar, bu maşın biraz bizim kontentdən kənara çıxmış oldu. Biz klasik Mercedes o öz yerində, o yavaş-yavaş gördüyünüz kimi yığılır. Burada məqsəd odur ki, istifamda olan uzun illər sürdüyüm maşınları, bələdiyə olduğu maşınları istismarçı rəyi kimi. Dostlar, bizim işimizi bəyənirsinizsə, kanala abunə olmağı, bəyənməyi, bəyənmə düyməsini basmağı, zınqıro. Bir sözlə, məndən yaxşı bilirsiniz də, YouTube'un alqoritmi var. Beləliklə daha çox insana bu video qarşısına çıxır. Təşəkkür eləyirəm əvvəlcədən. Necə deyərlər, avans.